Salam izləyicilər. Bu günləri Ələddin müəllimin kitabından bir sual izaha verəcəyəm. Deməli, bizə verilir burada. Bu n kvadrat üstəgəl 4n, n kvadrat üstəgəl 2, n kvadrat 5n üstəgəl 9 olarsa, kök n üstəgəl 4, bir də 2n üstəgəl 3 ifadəsinin qiymətini tapmalı. Deməli, birinciyə baxırıq, gördüyünüz kimi verilənlərdən. Buradan n mötərizə xaricinə çıxarsıq. N vurulsun, qalır əbov. N üstə gəlinsin 4, bir də n üstə gəlinsin nədir? 3 bərabərdir n kvadratı, çıxılsın 5n, üstə gəlinsin 9-a. Biz bildik ki, 2 arıcının natural ədədin əbovu nə verir bizə? 1. 1 verdiyinə görə onda n vurulsun 1 bərabərdir n kvadrat 5n üstəgəl 9 almış oluruq. Buradan da alınır ki, n kvadrat n sola keçirsə çıxılsın 6n üstəgəl 9 bərabər 0-a. Bu da bizə n üstə gəlirsin 3-ün kvadrat 0, n bərabər 3 almış oluruq. Və beləcə gətirib yerinə yazsaq, onda əkub, n-in yerinə 3 yazsaq, eləyəcək 7, n-in yerinə 3 yazsaq, 2, 3-ün 6, burada 3 nədir? 9. Deməli, 2 arıcılı tək ədədin əkubu onların nəyinə bərabərdir? Hasına. Buradan da almış olduq. Əkub 7, 9 bərabərdir. 7 vur 9, o da bizə nə verir? 63. Beləcə, cavabımız oldu 63. Yanvarın birindən, deməli müəllimlərə aiddir sözüm, yanvarın birindən mikroqruplarda stat veriləcək. Özünə güvənən və qoşulmaq istəyənlər bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilərlər. WhatsApp-la əlaqə yaratsaz və sizə bütün göstərişlər veriləcək. Hələlik bu qədər, təşəkkür edirəm.